şirkətin ən böyük sabit xərclərindən biri işçilik xərcləridir. Struktur yanlış qurulduqda işçilik xərclərinin düzgün idarə olunmasını həyata keçirmək mümkün deyil. Strukturda bəlirlikdə harda nə qədər işçi çalışmalıdır? Bəli, 100%. Ona görə o bayaq sizin dediyiniz funksionallıqlar var. Hansı funksiyada özünə aid olmayan işi görür, hansı funksiyada işçi sayı çoxdur, harda azdır, bütün bu struktur yapısında görsənir. Və struktur yapısına görə, mənə görə, eyni həmişə mən ona görə şirkət də canlı orqanizmdir, insan da canlı orqanizmdir. Ona görə həmişə sümüyü ilə müqayisə edirəm ki, bu şəkildə stabilləşməyə getməyimiz lazım. Amma təəssüf olsun ki, şirkətlərin əksəriyyətində mən 3 aydan bir, 2 aydan bir dəyişən, xüsusən də satış marketinq strukturları görürəm. Yəni bir şirkətin satış marketinq strukturu 2-3 aydan bir dəyişsə, sorry də, yəni o şirkəti mənə görə bağla, yəni sənin şirkətin əsas core biznesin strukturunu 2-3 aydan bir dəyişir. Razıyam. Bayaq da qəşəng fikirdiniz orada. Strategiyalar uzun müddətli yox, qısa müddətli olmadı, xüsusən inkişaf etməkdə olan ölkələrdə. Çünki Azərbaycanda strategiya bura gedir, şirkət bura gedir. Reallıqdır. Amma eynən də struktur yapısında da baxırsan ki, sənətdə struktur başqadır. Şirkətin reallığı tətbiq başqadır. Deyir o sənəd üstündədir də, banklara kreditləşmək üçün veririk. Misal üçün xəzinədara maliyyə hesabatlarını hazırlamağını veriblər və yaxud da nə bilim satış elemanına ambardan hansısa bir operator işini ötürüblər ki, bu işi həyata keçirsin.